Salam dostlar, hər vaxtınız xeyir. Bugün sizinlə bir yerdə sınaq 4-ün və sınaq 5-in izahına baxırıq. Gəlin vaxt itirmədən başlayaq. Ümumi, belə deyək də, DİM-in qəbuluna uyğun sınaqlardır. Bu arada elə demək olar ki, qəbullardan götürülüb, özü də bilirsiniz. Ona görə də hər bir sual diqqətlə işləyin və diqqətlə də qulaq asın. Birinci başlayaq dinləmə suallarından. Dinləmənin mən sizin qrupunuza şeyini də atmışdım dostlar, transkriptini də. Transkriptə də baxıb bir daha kimdə problem varsa dinləyib üzərindən keçə bilər. Bir də zəhmət olmasa dinləməni yazarkən suallarında bir balaca diqqətli olmaq lazımdır. Çünki məsələn baxın, böyük əksəriyyət tələbə dinləmə yazanda uşaqlar burada məsələn doesn't ifadəsinə fikir vermir. Məsələn deyir ki, bizdə hansı sualların cavabı yoxdur. Daha doğrusu hansı sualın cavabı yoxdur. Burada variantda bir sual olduğuna görə hansı sualın cavabı yoxdur. Məsələn baxsanız A variantında hansı historical, yəni tarixi yerlərə baş çəkib, orada deyir, ən azından səhv eləmirəmsə Misir piramidalarından falan danışırdı belə. Amma yəni ki A-nın ümumiyyətlə cavabı var. B-də deyir kim tərəfindən bu azadlıq abidəsi hədiyyə olunub. Bu da fransızlardır. Orada Frans ifadəsini istifadə edir. Sonra piramidalar harda yerləşir? Bunu da bizə səsləndirir. Sonra azadlıq abidəsi nəyin simvoludur? Dostlar, azadlıq abidəsi ilə deyir ki, freedom bunun göstəricisi simvoludur. Bəli. Amma Tac Mahal'la bağlı xüsusi bir nə xüsusidir onunla bağlı hansı xüsusi bir anı var və yaxud da nəsə var, onu bizə demir. Ona görə Y doğru cavabımız ola bilər. 2-də deyir ki, historical places should be visited by the youth more often in order to yəni uşaqlar, burada söhbət gedir tarixi yerlər belə deyək də, gənclər tərəfindən ziyarət olunmalıdır tez-tez. Nə səbəbdən? Baxsaq əslində ən uyğun variant olaraq D-ni götürmək daha düz gələr. Preserve historical and cultural values of their country. Yəni öz ölkələrinin mədəni dəyərlərini və tarixi yerlərini preserve nə deməkdir? Qorumaq məqsədilə. Ona görə D-ni götürə bilərsiniz. Məsələn, iqtisadi economical rights, iqtisadi hüquqların retain, yəni qorunub saxlanması A səhvdir. Sonra işğaldan belə deyək də, işğal olunmuş əraziləri set free, azad etmək. Bu da əlaqəsizdir. Improve technology, yəni texnologiyanı inkişaf etdirmək və insanların öz belə deyək talelərini müəyyən etməsi. Destiny sözü uşaqlar tale deməkdir, bəxt deməkdir. Bu da düz gəlməz. Ona görə D-ni götürə bilərsiniz. 3. Deyir ki, azadlıq abidəsinə bağlı nə doğru deyil? Dostlar, nə doğru deyil deyirsə, təbii ki, Y-ni götürmək yerinə düşər. Britaniya haqqında çox şey danışır demək olmaz. Yəni, Britaniya ilə bağlılığı yoxdur. Digərləri New Yorkda yerləşir, azadlıq simvoludur. Fransızlardan hədiyyə qalıb, nə bilim, insanlara ilk gələndə onları qarşılayır. Bu kimi ifadələr, bəli, onun haqqında verilmiş bu ABCD variantları hamısı düzdür. 4-ə baxaq. Deməli, o söhbət indi dialoqdakı şəxsdən gedir. Təbii ki, tarixi yerlərə baş çəkəndə nə edir? Birincisi deyirdi ki, orada mən turist bələdçisinə diqqətlə qulaq asıram, ona görə pay attention to tour guide və ikinci də ki, tarixi abidələr haqqında notlar götürür. Deməli, onda 1 ilə 4-ü götürmək olar. A variantı. Və 5-ci sualımız, uşaqlar, 5-dədir ki, doğru cümləni seçin, diqqətli olun. İndi mən A-ya baxıram, willing sözünü xahiş edirəm, yadda saxlayın. Willing istəkli olmaqdır, willingin özü, ansız. Belə yazılan willing var ya. Bu istəkli deməkdir. Amma unwilling olanda, təbii ki, bilirsiniz də, un elə bir şəkilçidir, ön şəkilçi. Qoşulduğu sözü bir balaca inkarlaşdırır elə. Yəni, istəksiz olmaq. O, səyahət etməklə bağlı istəksiz idi, səhvdir. Keçək bu yana. Deməli, natural landmarks uşaqlar, təbii, yəni belə deyək, təbiət yerləri, təbiətin yaratdığı o gözəlliklər, dağlar, meşələr, nə bilim, şəlalələr. Deyir, bu səyahətə çıxanda ilk seçimi natural landmarklar olur, amma əksinə. Orada nə deyirdi dinləmədə? Deyir ki, mənim ilk seçimim həmişə historical placesdir. Tarixi yerlər, B-ni də atdım. O tarixlə maraqlanmır, doesn't. Bu təbii ki, olmaz.
D-də də görək nə deyir burada? Azadlıq abidəsi Azadlıq küçəsində yerləşir. Küçənin adını demir bizə. Bu da belə getdi. Qalır onda Y variantı. Bu məncə deyir dinləmədəki o ən çox, the most. Ən çox piramidaları sevir. Okay, qəbul eləmək olar. Dinləməni bitirdik uşaqlar. Yenə deyirəm, mən bunu sizə transkripsiz versiyada, deməli ümumi formada analiz elədim. Kimdə yenə problem varsa, zəhmət olmasa transkriptini də baxsın, bir dəfə də dinləsin, sonra izaha təkrarən baxsın. Problem olsa yenidə mənə müraciət eləyər. Baxaq mətnə uşaqlar. Mətn maraqlı mətndir. Burada bir dənə dostlar, bir problem var. Bu DIM-in modelində olan mətndir və mən bunu keçənləri ilə sınaqda istifadə eləmişdim. Elə oldu ki, bunlar bizim mətnlərimiz DIM-dən üst-üstə düşdü. Sadəcə DIM burada a few years later dəyişmişdi, 5 eləmişdi. Mən mətnə yeni saxladım, sualları DIM-ə uyğun qalıb. İndi məsələ nədir? 10-da cavab 1, 3, 4 çıxıb. Deməli, DIM-də bu 5 years later olduğuna görə 3-ün cavabını, yəni rahatlıqla var demək olar. İndi ora çatanda mən sizə göstərəcəm. İndi gəlin true false-a baxaq. Birinci true false-dan başlayaq. Birinci başlayıram uşaqlar 6-1-dən. Yazıb ki, burada Cadbury, bu təbii ki Cadbury family deyəndə, yəni uşaqlar o ailədən söhbət gedir də, bilirsiniz. İngilis dilində D artiklı qoyursan, soyadı cəmləyirsən. Yəni Cadburylər ailəsi. Məsələn, onlar daha çox soyadla xitab edirsən. Tutaq ki, mənim soyadım Abbaszadə, deyirlər ki, Abbaszadələr və yaxud da cənab Abbaszadə və s. Bunlar daha çox soyadla müraciəti də istifadə eləyirlər. Yəni burada Cadbury həmin ailənin soyadı kimi nəzərdə saxlamaq olar. Deyir ki, Cadburylərin inancına görə, belief burada inancdır. Kiməsə əl tutmaq, baxın, give a hand, əl vermək, əl tutmaq digər insanlara, yəni yaxşı bir şeydir. Fair nə deməkdir? Yəni ədalətlidir əslində, amma burada ədalətli də deyə bilərik, amma yerinə görə yaxşı bir şeydir. Sonra necə vicdanlı bir məsələdir, yəni vicdani məsələdir demək olar. İndi doğrudurmu? Əslində təbii ki, doğrudur. Əgər mətni oxumusunuzsa, yəni mən bunu ümumi istəyirəm cavablayım burada. Cadburylər orada nə edirdilər? İşçilər sadəcə işləsin, biz pul qazanaq deyə məsələ yox idi. Bunlar həm də işçilərin dostlar, deməli sosial rifahını deməli yaxşılaşdırırdılar. Sağlamlığı ilə bağlı problemləri həll edirdilər. Yəni işçiyə sadəcə sən işçisən, get işdə gəl demirdi. Yəni həm də fikirləşirdilər ki, dinən də bu belə deyən dini ailə olublar həm də. Yəni o baxımdan bəli, turu götürmək olar ki, digər insanlara əl tutmağı yaxşı bir şey kimi hesab edirdilər. 2-yə gəlirəm. 2-də yazıb ki, qardaşlar, deməli, bu nə deməkdir? Garantiləmək, garanti altına almaq, sığortalamaq və yaxud da. Deyir ki, işçilərin yaxşı həyatını sığortalamamışdılar, garanti altına almamışdılar. Baxın, bu da elə mənim bayaqki dediyim cümləyə əsasən bu nə olmalıdır artıq? False. Burada bir yerlərdə olmalıdır o cümlə. Bir dəqiqə. Fikir verin. Bax elə, həm 6-1-in cavabı buradan çıxır. Deyir, Cadbury ailəsi dini bir ailə idi, religious idi və inanırdılar ki, digər insanlara kömək etmək right, yəni doğru bir şeydir, münasibdir, uyğundur. Məsələn, burada right-ı fair-lə əvəz eləyiblər. Onlar düşünürdülər ki, onların işçiləri nəyə layiqdirlər? Deserved, yəni ki, yaxşı şəraitdə işləməyə və yaşamağa deməli layiqdirlər. Yəni bu baxımdan işçilərinin belə desəydik, indi 6-2-də bizə nə deyir? Deyir ki, qardaşlar işçiləri yaxşı həyatını garanti altına almayıb, sığortalamayıb. Yəni bunu demək artıq təbii ki, bu nə edir? False edir bizdə. Sonra 6-3-ə gələk dostlar. 1900-cü ilə qədər həmin ərazidə belə deyir, 313 ev tikilmişdi və daha sonra da daha çoxu nə oldu? Tikildi. Were constructed. Construct özü tikmək deməkdir. Orada 1900 var əslində. Bəzi tələbələr by sözünə görə bunu düz götürməyib, amma uşaqlar bydan sonra əgər zaman gəlirsə, bunun qədər mənasında istifadə eləmək olar. Yəni by verib zaman yazıb 1900 yazıbsa bura 1900-cü ilə qədər anlamını verir. Davamı da olduğu kimi qalıb deyə, yəni sən bunu turu götürə bilərsən. Heç bir problem yoxdur. Bunu turu götürdüm. Sonra 6-4-ə baxıram uşaqlar. 6-4-də nə deyir mənə? Deyir ki, Bournville həm şokoladın adıdır. Bax, fikir verin. Both the name of chocolate. Həm şokoladın adıdır, həm də boss and-dir bu. Həm də işçilər üçün xüsusi tikilmiş kəndin adıdır.
Okey. Bunu da turu götürürəm. İndi yerini də göstərəcəm sizə niyə görə turu götürdüm. Baxın, burada deyir ki, Bournville is not just, yəni sadəcə İngilis şokoladın adı deyil. Burada çox adam inkarı görüb, onu gedir false yazıram. Uşaqlar, tərcüməsinə baxın. Bournville sadəcə, burada sadəcə justdır. Sadəcə İngilis şokoladın adı deyil. Həm də o nəyin adıdır? İşçilər üçün tikilmiş kəndin adıdır. Aydındır, bunu boş səntlə də veriblər. Yəni buradakı not çaşdırmasın ki, hə, mən bunu gedim false yazım. 7. Dostlar, take over nə deməkdir? Take over hər hansı bir məsuliyyəti və öhdəliyi öz üzərinə götürməkdir artıq. Yəni bir başqa insanda olan məsuliyyət, öhdəliyin digər bir insana ötürülməsi, keçməsi və götürülməsidir. İndi buna uyğun olaraq, məsələn, A variantında nəyinsə ölçüsünün böyüməsindən danışır. Bunu increase-lə və s. vermək olar. A səhvdir. Burada böyük ehtimal B-dir doğru cavabınız. Yəni məsuliyyət və yaxud da kontrola, nəzarəti götürmək. Xüsusilə də in place of bilirsiniz nə deməkdir? Burada instead of-un sinonimidir, əvəzinə, başqa birinin əvəzinə nəzarəti və kontrolu artıq öz öhdəliyinə götürürsən. B doğru cavabınızdır. Digərləri, məsələn, C-də pulun miqdarından danışır. D-də uşaqlar, fikir verin, burada deyir ki, məsələn, qualities nə deməkdir? Keyfiyyətlər göstərmək, nəsə etmək. Bunu da atıram gedir. Y-də də deyir ki, əmin hiss etmək. Bu da əlaqəsizdir. 8. Uşaqlar, yazıb 5-ci paragraf hansı cümlə ilə başlaya bilər? 5-ci paragraf, mən istəyirəm bir dənə aparım sizi bura. Dostlar, 5-ci paragrafda fikir versəz, burada biraz idmandan, nə bilim, həmin o qardaşların işçilər üçün yaratdığı şəraitdən danışırlar. Daha çox amma bunun idman yönümündən danışırdı. Onların sağlamlığına bağlayıblar. Baxın, deyir, onlar hokkey parkı, deməli, ora şey eləyirlər, quraşdırırlar. Futbol meydançaları, pitch burada meydançadır. Qaçış zolaqları orada salırlar. Nə bilim, bowling üçün, oynamaq üçün yerlər, balıq tutmaq, digər deməli çöldə olur. Burada üzgüçülük hovuzu və s. Yəni gördüyünüz kimi burada daha çox, yəni onların sağlamlığı ilə bağlı olan o abzasdır bu. Buna uyğun olaraq 8-də indi belə bir cümlə götürməliyəm hər halda. Məsələn, A variantına baxın. Qardaşlar deyir ki, cəhd elədilər ki, belə deyək də, məhsulları daşımaq üçün dəmir yollarına yaxın ərazi tapsınlar. Məsələn, bununla onun axı əlaqəsi olmaz. Orada mən heç məhsul daşınmasından danışmıram. Ya B-yə baxıram, uşaqlar, yazıb işçilər həmişə bütün işlərin overcame nədir? Overcome-ın keçmişidir də, öhdəsindən gəlirdi və əllərinə gələn ən yaxşısını edirdilər. Bu düzdür, amma mənim həmin abzasıma yerləşməz. C variantına baxır uşaqlar. C-də yazıb ki, onların atası böyük bir şokolad şirkəti qurur. Bu da əlaqəsiz olur. Və D-də də uşaqlar evlərdən danışır artıq. Deyir, evlər hər şeylə zəngin idi. Full of, yəni nə idi? Doluydu da, belə deyək, öz dilimizdə desək. Və müasir interyeri var idi daxilində. Bu da səhvdir. Qalır bir dənə Y bizə uyğun ki, Cadbury ailəsi inanırdı ki, onların işçiləri və ailələri sağlam, fit olmalıdır. Bunu deyib davamında gəlir ki, hə, orada nə bilim, bowling şeyi düzəldirlər, qaçış zolaqları qururlar və s. və s. Ona görə Y-ni götürmək olur. İndi gələk mətn 9-a. Yazılıb mətnə görə cümləni tamamla. Uşaqlar, Cadbury ailəsi, yəni ki, Cadbury'lər ümumiyyətlə inanırdılar ki, alkoqol təhlükə altına atır. Threat nə deməkdir? Qorxutmaq, hədələmək, yəni hədələyir insanların sağlamlığını. Buna görə də onlar nə edirdilər? Bax, mətndə bu hissədədir, diqqətli olun. Deyir ki, sağlamlıq üçün, cəmiyyət üçün pisdir və buna görə də no pubs, Bournville-da heç bir pub tikməyiblər. Aydındır. Evə built, yəni ki, heç bir pub tikilməyib. Buna uyğun cavabda təbii ki, sən nəyə götürəcəksən? D variantına. No pubs were. Və orada bir dənə built yazılıb, burada constructed yazılıb uşaqlar. Yəni eyni anlama gəlir zaten. Constructed bilirsə nə deməkdir? Tikmək, built tikmək. Ona gəlib çatdıq. İndi uşaqlar, baxaq suallar. Deməli, birincisi mən burada nəyə çıxaram? 2-ni konkret çıxıram. İşçilər nə qədər pul qazanır yoxdur. Bir də fabrikdə nə qədər işçi var idi, how many workers görə bilirsiniz. Bunlar konkret olaraq yoxdur. İndi birə baxaq. Why was a large clubhouse built in the park? Niyə görə parkda böyük bir klub evi tikildi?
Baxaq görək. Və bu cümlədədir. Diqqətinizi bir dənə verin bura. Baxın, böyük bir klub belə dedi, evi tikildi parkda. Belə ki, işçilər öz paltarlarını deyir dəyişə bilərdilər burada və relax, yəni ki, oyundan sonra da istirahət edə bilərlər. Birinci cavabı məndə var. Okey, götürdüm. 3. Deməli, fabrik nə vaxt köçdü? Mən onu demək istəyirəm ki, dostlar, burada baxın, bu 5 years later olaraq bunu nəzərdə saxlayın. Ona görə 61 üstünə gələndə 5 66-da. Çünki dinlənməsində o dəyişilmişdi. Ona görə 3-ü götürürəm və 4 uşaqlar. Bourneville adı hardan gəlir? Bunun da cavabı var. Hardadır o? Baxın. Və bu hissələrdə görürsünüz, bu adın mənşəyini verir bizə. Bax, görə bilirsiniz. Yəni, burada adın mənşəyini bizə qeyd edir. Belə. Birinci mətni yekunlaşdırdıq, dostlar. Gəlin, ikinci mətnə baxaq. İkinci mətn Taylor Swift haqqındadır, dostlar. Ümumiyyətlə, burada yazıb ki, məsələn, 11-1. Swift bilirsiniz də, ümumi bir dənə məlumat da verim, ondan sonra keçək true false-a. Yəni, burada oxuduğumuz qədəri ilə, bax, görürsünüz, yazıb ki, tanınmış, məşhur idi. Musiqi sənayesində vacib bir təsirə malik idi. Belə və eyni zamanda uşaqlar, yəni bu Swift haqqında burada pis bir şeylər yazmayıb. Yəni ümumi götürəndə Swift haqqında yaxşı şeylər yazıb. Onun xeyriyyə əməllərindən yazıb, insanlara kömək eləməsindən və s. və s. Baxın burada göstərəcəm mən sizin üçün. Deməli. Bax, görürsünüz, xeyriyyə cəhdləri, əməlləri və bunların hamısından bura qeyd edilib. Və eyni zamanda axırda baxın bu hissəyə. She is known for her, yəni ki, o öz alicənablığına görə, əlaçılığına görə, eyni zamanda insanlara kömək etmək istəyinə görə, willing nə idi? Can atmaq, istəkli olmaq, istəyinə görə tanınırdı, belə. Yəni, ümumi Swift haqqında yaxşı məlumatlar verib. İndi 11-1-ə baxıram. Yazıb ki, burada insanlara kömək etməyə meyilli deyildi, amma əksinə. Bax, yenə də göstərirəm burada sizə. Willingness to help others, yəni digərlərinə kömək etməyə can atırdı. Bunu mən ona görə false götürürəm. 11-2. Swift musiqi sənayesində vacib bir təsiri olub. Bu da düzdür. Çünki yuxarıda göstərdik onu ki, bəli, vacib bir təsir var idi. Yenə də istəyirsiniz, burada mən sizə göstərim. Görə bilirsiniz, significant impact, vacib təsir. Orada onu essential desəm veriblər, səhv eləmirəmsə, bəli, essential effect yazıblar onun yerinə. Sonra 11-3-ə baxsaq uşaqlar, 11-3-də bu false-dur. False olma səbəbi nədir? Hardly-yə görə. Bilirsiniz ki, hardly cümləni nəyə çevirir? İnkara. Swiftin ailəsi, belə deyək də, ona musiqi, ulduzlu musiqiçi belə deyək də, star olmaqda kömək eləmədi, amma əksinə kömək eləyirdi. Və bir də 11-4-ə baxsaq, o deyir ki, təhsil və gender bərabərliyini, equality nə deməkdir? Bərabərlik. Gender bərabərliyini dəstəkləyirdi. Bu da truedur. Baxın, bax, bu hissədədir. Education dəstəkləyib, gender bərabərliyini dəstəkləyib, disaster relief uşaqlar xəstəliklərin azalması, yüngülləşməsi kimidir. Yəni, bu onun cəlb olduğu xeyri işləri kimi verilib də burada. 12-də yazıb ki, 5-ci paraqraf hansı cümlə ilə başlayır? Təbii ki, uşaqlar, 5-ci paraqrafın başlaya biləcəyi cümləni tapmaq üçün gəldim yeni mətnə. Baxıram ki, burada but var. But'ın da qaydasını bilirsiniz ki, bu tərəfində biraz müsbətlik varsa, bu yanda nə olmalıdır? Bir balaca mənfili, inkarı olmalıdır. Yazıb, lakin o həmişə güclü qalırdı. Demək, əvvələ mən deməliyəm ki, nəsə bir problemi, çətinliyi, dərdi səri var. Elə deyil, həyati problemləri var. Amma o həmişə güclü qalırdı. İndi buna uyğun olaraq da mən gəlirəm, yəni baxsam əgər, tutaq ki, A-nı götürsəm, Swift deyir ki, musiqi sənayesində vacib rol oynayırdı. Yəni, bunu deyəndən sonra nə deyim ki, o həmişə güclü qalırdı. Bu əlaqəsizdir. Məsələn, C-də uşaqlar yazıb ki, Swift digərlərinə əl tutmağa can atırdı. Bu da əlaqəsizdir. Sonra
Məsələn üçün Swift-in deyir ki, albomu ona uğur gətirdi. Uğur gətiribsə, yəni davamında niyə mənfi danışım ki, o güclü qalmağa çalışırdı. Y-də də yazıb ki, Swift hekayələrə müsbət feelingləri, yəni belə də hisslərini əlavə edirdi. Bu da səhvdir. Yəni düz gəlməz o həmin hissəyə. Baxın B-də deyir ki, Swift müxtəlif bəzi çətinliklərlə və konfliktlərlə üzləşir. Konflikt və mübahisə ola bilər ki, üzləşmişdi. Amma bunlara baxmayaraq o güclü qalırdı. 13. Uşaqlar, inspiring sözün mənası nə deməkdir? Ruhlandırıcı, həvəsləndiricidir. Ona görə motivating götürmək olar. Deməli, obedient itaətkardır, annoying bezdirici, careless qayğısız, honest də vicdanlı deməkdir. İndi 14-ə baxaq. Deməli uşaqlar, Swift deyir ki, musiqi dünyasında vacib bir fiqura çevrildi. Turn into nə deməkdir? Çevrilmək. Nə ilə çevrilir? Gəlin baxaq burada. Burada bir yer. Baxın dostlar, bu hissədədir. Diqqətli olun. Onun ikinci albomu olan Fearless. Deməli, Grammy ödüllərini qazanır və o musiqi dünyasında vacib bir fiqura çevrilir. Yəni vacib fiqura çevrilir. Nə ilə? Onun Fearless deməli albomunun Grammy ödüllərini qazanması ilə. İndi gəlin baxaq buna uyğun bir variant. Deməli, baxın A variantı ilə. Baxın Fearless albomun köməyi ilə. Digər variantlara baxmıram. Niyə görə uşaqlar? Çünki mətndə əgər konkret cümləni verib və onun səbəbini verirsə, artıq ondan kənara çıxmağımız düz gəlməz. 15. Deməli, 15-də bizdən deyir ki, düzgün cavabları seçin. Deməli, philanthropic uşaqlar xeyriyyə deməkdir. Deyir ki, hansı xeyri işlərinə cəlb olunmuşdu, onu yuxarıda göstərdim. Education təhsildir, gender bərabərliyidir, xəstəliklərin azalmasıdır və s. Biri götürdünüz. Swift-in atasının, burada occupation uşaqlar peşə deməkdir. Yadda saxın onun profession mənası da var. İxtisası nədir? Məncə bu yox idi. İkini ataq buradan. Deməli, 3-də deyir ki, Swift-in bilinən keyfiyyətlərindən biri nə idi? Onun xeyriyyətçi olması. 3-ü götürə bilərsiniz. 4-də yazıb ki, sonuncu albomun adı nədir? Bu yoxdur. 5-də isə uşaqlar, where did Swift travel to follow her dreams? Belə deyək də, arzularının reallaşdırmaq üçün hara gedir, hara səyahət edir? Buna baxmağa ehtiyac var. Bunu görmədim sözün düzü. Buna baxaq. Baxın buradadır. Fikir verin. Deyir ki, onun ailəsi dəstək edirdi, ona dəstək olur və tez-tez o Nashville-a deməli səyahət edirdi və bu arzularını izləmək üçün də bu musiqi ulduzu olmaq üçün. Belə, Swift-in də mətni bitirdi. Gəlin uşaqlar, dialoqlara baxaq, bunlara, qrammatikalara baxaq. Demək, diqqətli oluruq nədə? Make-up dialogue. Dostlar, burada biz başlayanda hər halda görürsünüz, suallar filanlar var. Yəni, ümumiyyətlə 4 ilə başlamaq daha məqsədə uyğundur, mənaya görə. 4 ilə başlayıram, deyir, salam Cevi, yaydan qayıtmısan, yəni ki, xoş gəlmişsən, sən deyir, Lisbonda yaxşı vaxt keçirdin, sual verir. İndi bu da cavab verməlidir, elə deyil. Və didlə sual vermişəm, didlə də cavab vermişəm, yəni 5-i götürə bilərəm. Deyir, bəli, hər şey əla idi, yəni mən gözlədiyim kimi idi, yaxşı idi və and more deyir, hətta ondan da yaxşı idi. Və how about you, sən necəsən sual verir və deyir ki, haradasa tətilini keçirdin. 4, 5, indi hər halda bu da cavab verməlidir ki, mən də harasa getmişəm. Onda 1 gələr burada, 4, 5, 1. İndi deyir ki, mən belə deyək də, bəli, tətilimi keçirmişəm Şanqayda və fikirləşirəm ki, orada iş əldə edeyim. 4, 5, 1-i deyəndən sonra bu iş əldə eləyirsə, dostu da buna qayıdıb nə deməlidir? 2-ni gətirərəm burada. Ki, Şanqay gözəl bir şəhərdir, sən orada yaşamaqdan və işləməkdən zövq alacaqsan. Əla. 2-ni dedim. Ondan sonra doğru cavabım qalır nə? 3. Bu da oğlan. Daha doğrusu digər gələndə 3-dür. Oğlan deyir ki, mən əmin deyiləm tam. Şanqay deyir ki, has a lot going for it. Yəni, Şanqay belə deyildi, çox hərəkətlidir. Lakin mən daha çox Pekini xoşlayıram. 451, 23 olan haradadır? Y variantı. Complete dialogue.
Deməli, dialoqu tamamlayın. Uşaqlar yazıb ki, ətraf mühitlə bağlı çirklənmə narahat edici problemdir. Worrying nə deməkdir? Narahat edici. Biz yer kürəsinə necə kömək edə bilərik? Necə kömək eləyərəm? Təbii ki, tullantıların levelını, səviyyəsini artırmaqla kömək eləyə bilmərəm. Bir də ki, ağacları kəsərək kömək eləyə bilmərəm. 2, 3, 4. Yəni B variantı olmalı doğru cavabımız. Biz nəqliyyat vasitələrinin sayını azaltmaqla, insanlar arasında maariflənməni artırmaqla, bir də ki, yenidən istifadə və recycle, belə desək, yenidən emal etməklə. Sonra gəlirik 18-ə. Uşaqlar, 18 icbar növdür. Onun sizə mən şəklində atdım qruplarınıza. Məsələ nədir? Biz danışmışdıq ki, ingilis dilində gəlin have yazaq. Sadəcə həzə dönə bilər, həd ola bilər. Keçmişdə həd olur və üçüncü şəxsdə həz verirlər. Və get. Getdəki üçüncü şəxsdə gets kimi ola bilər, s qoşulurlar. Keçmişdə də got olur. Özündən sonra uşaqlar cansız gələndə tamamlıq feilim hər ikisində nə olmalıdır? V3 formada. Amma məsələ budur ki, have-dən sonra insan gəlirsə, mən feili V1-də verməliyəm. Get-dən sonra insan gəlirsə, feili bir dəqiqə, bu niyə belə girdi bura? Gəldik. Get-dən sonra insan gəlirsə, feil nə ilə veririk? Deməli, to ilə vermək lazımdır. Yadınızda qalsın. İndi variantlara baxıram. Gəlin başlayaq Y-dən. Y-də baxın, həzdən sonra gəlib burada cansız. Elə deyil. Deməli, onda feil nə olmalıdır? ID ilə, yəni V3-də clean olardı bu. Y səhvdir. D-da problem nədir uşaqlar? Make mürəkkəb tamamlıqdan bilirsiniz ki, özündən sonra insan gələndə mürəkkəb tamamlıq olur və sadə feillə verirlər. Mən sizə dərsdə demişdim ki, əgər make-dən sonra cansız gəlirsə, burada make nə mənasında gedir? Düzəltmək. Artıq mürəkkəb tamamlığı burada unudursan, cansız isim gələndə. Və orada da bunun qabağında, feilin qabağına to-nu qoymaq lazımdır deyə buna görə səhvdir. Y-də yenə həzdən sonra cansız gəlib, to mend yox, mended olmalıdır. B-də problem, get-dən sonra insan gələndə nə olurdu? To olmalıdır, feilin qabağında qalır A. Have, yəni has, şeyə görə has yazıblar. İnsan və sadə feil. A variantını götürmək olar. Bu qayda icbar növdür uşaqlar, pozitivdir, feilin pozitiv forması. Yadınızda qalsın. Gəldim 19-a. Düzgün deyir ki, bizdə şeyləri seçin. Söz önləri seçmək lazımdır. Baxın. Burada tələbələr birinci look-a ət qoyurlar, baxmaq mənasında. Amma uşaqlar, look əti qoyuram kənara. Bu ikinci və üçüncü tərəfə baxsaz, cavabınız avtomatik çıxır. Yəni, ən azından üçüncü tərəfdə nə demək istəyir? Mənə tamamilə yad olan istiqamət var, elə deyil. İstiqaməti mən nəyinə göstərirəm? To-la. To me, mənə yad olan, mənə. İstiqamət olduğuna görə, burada to yoxdur, burada yoxdur, burada yoxdur, burada yoxdur. Doğru cavabı nə qalır sənin? Y variantı. İndi məsələ nədir? Bir də uşaqlar, burada in qoyacam. Ona görə ki, deyirəm, onlarda, yəni onların içərisində söhbət nədən gedir? Gözlərdən. Gözün içində olar da hər halda bu qəribə ifadə. Gözlərin içində qəribə bir ifadə var idi. Əvvəldə də into qoymuşam. Into nə deməkdir? Həm içinə mənasını verir, həm də ki, istiqamət var da, elə deyilmi? Onun gözlərinin içinə baxdım. Belə. Ona görə doğru cavabımız qalır bizdə Y. Gəldik 20-ci sual uşaqlar. 20-də bizdən verilən cümlə ilə bağlı ekvivalent istəyir. Ekvivalent nə deməkdir? Bərabər cümlənin, yəni eyni mənalı, eyni məzmunlu cümlənin seçilməsi. İndi uşaqlar, diqqətli olursunuz hansı məqamda? Cümlədə deyir ki, had better bu arada bərabərdir ought to should. Malı-məli kimi deyə bilərik, amma məsləhət. Gərək ki, yəni məsləhət xarakterlidir. Deyir, biz dərhal tərk eləməliyik. Çünki, əz burada çünküdür, trafik olacaq bu saat. Yəni, bu saatda trafik olacaq belə. İndi məsələ nədir? Məndən ekvivalent istəyirsə, burada V verib, burada Z yazıb. Göz dəyişib, A-nı çıxıram, gedir. Sonra B-də yazıb ki, növbəti saat ərzində, yəni növbəti saatlarda. Amma mən burada deyirəm ki, this hour, indi, bu saat. B-də səhvdir. C-də deyir, let's wait, gəlin gözləyək. Amma uşaqlar, burada deyir ki, leave, tərk edək. Görə bilirsiniz, tərk etməliyik. Amma burada deyirəm ki, gəlin gözləyək. C-də səhvdir.
İndi qalıram D ilə Y arasında. Uşaqlar, D-də zaman uzlaşması özünü doğrultmur. Niyə görə? Burada conditional var. Zamanlarda bilmirəm yadınıza gəlir ya yox. Biz sizlə danışmışdıq nə ilə bağlı bu zero, first conditional və s. Baxın, keçmiş zaman və would-la verəndə burada nə yaranırdı? Deməli bizdə yaranırdı first conditional. Yəni nə deməkdir? Əgər biz tərk etsəydik, trafikdən qaçmış olardıq. Yəni bu o deməkdir ki, bunlar etməyiblər bunu və sonradan peşmanlıq olsun, yəni belə deyək, peşmanlıqlarını göstərir də. Peşmanlıq bu cümləni istifadə edirlər ki, əgər tərk etsəydi, belə bir problem, yəni biz trafikdən canımızı qurtarardıq. Amma burada onu demir, axı burada deyir ki, gəlin tərk edək. İndi trafik olacaq. Yəni zaman uzlaşması orada özünü göstərməkdə. Doğru cavabın qalır Y. Y-də bir dənə uşaqlar. The roads olsa daha yaxşı olardı cəmdə. Bir dənə xırda səhv odur. Qalan hamı düzdür. Yəni ki, yol bu saatda, yəni bu vaxtda məşğuldur, yəni trafik var. Belə ki, biz dərhal set off, tərk etməliyik. Had better yerinə də ought to yazmışıq. Belə. İndi uşaqlar, gəlin sınaq 5-ə baxaq. Sınaq 5-də yenə də bunu da dinləməsini atmışdım mən sizə. Amma gəlin dinləmədən başlayaq. Deməli, birdə deyir ki, doğru cümləni seçin. Uşaqlar, burada birdə səhv etmirəmsə, A variantı bizdə doğru olmalıdır. Deyir ki, Heavy, belə deyil, 4-cü yataq otağının 2 mümkün istifadəsini təklif eləyir. Düzdür, oranı bir qonaqlar üçün yataq otağı kimi təklif eləyir. Bir də ki, eyni zamanda qızın oxuma odası, yəni deyir, burada oxuya da bilərsən, oxuma otağı kimi özün üçün istifadə edə bilərsən, reading room kimi. Ona görə A-nı götürmək olar. B-də yazıb Susan deməli, belə deyək də, fikirləşir ki, bəzi problemlər ola bilər yataq otaqlarla bağlı. Bu səhvdir. C-də yazıb Susan əvvəlki evi almağa üstünlük verir, yəni ki, seen before, amma əksinə, indi girdiyi bu axırıncı evi almaq istəyirdilər. D-də yazıb ki, hər fikirləşir ki, Susan almazdan əvvəl 2 dəfə fikirləşsin, təbii ki, yanlış. Y-də də yazıb Susan fikirləşir ki, bağı yenidən dekorasiya eləmək üçün kifayət qədər büdcəsi yoxdur, budget büdcədir. Uşaqlar, bununla bağlı da, yəni ki, belə informasiya yoxdur. Bunu Y-də səhv götürürəm, olur doğru cavabım A. 2. Dialoqdan aydın olur ki, uşaqlar. Dialoqdan nə aydın ola bilər? Burada hər yataq otağında, orada oğlan deyir ki, yataq otaqlarında bathroomlar var. Yataq otağının daxilində olan uşaqlar vanna otaqlarına ensuite bathrooms deyirlər ingilislər. Və qız da orada sevinir ki, mən artıq deyir, oğlumu 20 dəqiqə, 25 dəqiqə yəni gözləməli olmayacağım da o özünə baxsın güzgüdə. Buna görə də Y-ni götürmək olar ki, yeni təklif olunan evdə ensuite bathroomlarla razıdır. 3-ə baxıram. 3-də deyir ki, hansı sualın dialoqda cavabı var? Baxın, evin qiymətini demir. A-nı çıxıram. Orada sadəcə deyir ki, indiki ev sənin büdcəndən səhv eləmirəmsə $10,000 bahalıdır. B-də nə deyir burada? B-də deyəsən doğru cavab elə. Mətbəxlə bağlı bu narahatlığı aradan qaldırmaq üçün nə təklif edir? Deyir ki, rəngin deyəsən bəyənməmişdi. Qız deyir, rəngin dəyişərik, problem deyil. C-də yazıb uşaqlar, nə qədər müddətdir evə baxırlar? Yoxdur bu. Hansı, belə deyək də, Susan'ın indiki bağı ilə bağlı narazılığı bildirir? Bu da yoxdur. Y-də də yazıb ki, əvvəl baş çəkdikləri evdə, ev harada yerləşir də, belə deyək. Bunun da cavabı yoxdur. 4-ə baxıram. Deyir ki, bu yeni təklif olunan bağla bağlı hansı cümlə doğrudur? A-da yazıb Harry, deməli məsuliyyət, necə deyirlər, öhdəliyi olacaq da bu bağı dekorasiya eləməklə bağlı. Yəni belə bir şey demədi bizə. B-də yazıb daha böyükdür, daha rahatdır və Susan üçün daha belə deyək də əl çatandır. Böyük deyil idi, narrow deyir orada, dardır. B-də çıxırsınız. C-də yazıb ki, uşaqlar çoxlu egzotik və nadir bitkilərlə əhatələnib. Belə bir informasiya vermədi. D-də də yazıb uşaqlar burada having a discount on the amount of the price makes the garden affordable. Yəni ki, discount nə deməkdir? Endirim. Qiymətdə olan bu böyük miqdarı, yəni ki, ümumiyyətlə böyük miqdar deməkdir, qiymətdə olan endirim miqdarı bağı daha əl çatan eləyir. Bu da əlaqəsizdir. Amma Y-ni götürmək olar. Burada deyir ki, buradakı ağaclar yayda daha gözəl görünəcəklər. Düzdür, Y ola bilər. 5. İndi 5-də yazıb ki, Susan qərara gəldi ki, yeni təklif olunan evi alsın, çünki
Səbəb nədir? Uşaqlar, onun bağı çoxlu qonaq qəbul etməyə icazə verir. Bu da yenə də belə bir informasiya olmadığına görə səhvdir. Həm də ki, bağ üçün deyir ki, dardır, balacadır. Yəni balaca yerə necə çoxlu qonaq yerləşdirək. Sonra çöldən çox geniş görünür. Bu da səhvdir. Çöldən balaca görünürdü. Əksinə beyində çıxırsan. D-də yazıb ki, qonaqlar üçün 2 dənə yataq otağı var. Uşaqlar, bunda çıxırıq səhvdir sayı olaraq. Y-də də yazıb qiymət aşağıdır. Əksinə aşağı deyildi. Bir yuxarı idi onun indiki büdcəsindən. Bir də ki 10 dollar yox, 10.000 dollar. Y də ona görə yanlışdır. Qalır C. Uşaqlar, outnumber üstələməkdir. Yəni avantajlar, dezavantajları üstələyir. Yəni esse yazanda da baxın, advantage, disadvantage esseləri yazanda da bu sözü istifadə eləmək olar. Onun avantajları, dezavantajları nə eləyir? Üstələyir. Belə, dinləməni dedim, gəlin mətnlərə baxaq. Uşaqlar, bu mətnləri səhv eləmirəmsə bir dəfə də işləmisiniz. Mən sizə bunu vermişdim. Sadəcə qəbullardır deyə, burada sınaqlardır deyə demin. Yəni də qabağımıza çıxdı. 6.1-də yazıb ki, Van Derinin beynindən əməliyyat zamanı bir hissə götürülüb. A piece of. Bir hissəni götürüblər. Bu, dostlar, bir dənə baxaq görək hardadır. Baxın. Beynindən kiwi size piece, yəni kiwi ölçülü bir hissə götürüblər. Yəni burada uşaqlar kiwi boyda demək istəyir də bir mənada. Amma nə fərqi var? Əsas odur ki, beynindən nəyisə götürüblər. Elə deyil, bir hissəni, bir parçanı götürüblər. Ümumilikdə. Ona görə mən 6.1-i turu götürə bilərəm. Okey, problem yoxdur. 6.2 Van Deren, uşaqlar, burada əsas məqam bu was save-dir. Deyir ki, Van Deren buzlu sudan, çaydan nə oldu? Azad edildi, xilas edildi. Uşaqlar, siz bu məhsul növünün strukturlarını əzbər bilməlisiniz ki, məsələn, görəndə tanıyasınız ki, to be üstəgəl V3 görürəmsə, bu məndə nəyi göstərir? Məhsul növü. Keçmiş sadənin məhsuldur bu, təbii ki. Məsələn, is versəydilər, ar versələr, bu artıq olur indiki sadənin məhsul. Və məhsul növdəki bildiyiniz kimi il-ul ilə gedir tərcüməsi. Van Deren xilas edildi. Amma bunu xilas eləyən heç kim olmur. Bu buzlu sudan özü çıxır çaydan. Yəni ona görə bu false-dur. Bunu düz götürə bilmərəm. 6.3 uşaqlar yazıb ki, Van Derenin xəstəliyi onu müsbət qalmaqdan, pozitiv qalmaqdan alıkoyurdu, qabağını alırdı, belə deyək də. Prevent nə deməkdir? Qarşısını almaq. Yəni qarşısını alırdı ki, o müsbət olmasın. Amma əksinə, nə qədər xəstə olsa da daimi nə eləyirdi? Müsbət qalmağa çalışırdı. Görək hardadır bu? Fikir verin. Bütün bunların belə deyək də baş verənlərə baxaraq Van Deren müsbət qalırdı, remain pozitiv. Yəni hələ də müsbət qalmağı bacarırdı. Ona görə müsbət qalmır demək bizdə düzgün deyil. Və 6.4. Deyir ki, Van Derenlə bir yerdə 2 dənə qadın bu şeyə çatdı. Finish xəttinə birlikdə çatır, amma səhv olmalıdır. Deyir ki, o 8 finişçidən biri idi. Əslində finish xəttinə çatanlardan uşaqlar, yəni çatanlar 8 nəfərdir. Onlardan biri də bu olub və qalib olan da budur, Van Derendir. Yəni 2 nəfər demək düz deyil. False. 7. 7-də deyir ki, uşaqlar, heç bir qadın bu 700 kilometrlik yarışı əvvəllər, yəni ki, Van Derendən əvvəl tamamlamayıb. Səbəbi nədir? Səbəbi çox sadədir, bu hissədədir. Not bu cümlədir. Yəni ki, heç bir qadın bu yarışı tamamlaya bilmədi. Niyə görə? Bu yarış çünki dünyada ən çətin yarış hesab olunur. -30 dərəcədə yarışırlar. Below zero nə deməkdir? Sıfırdan aşağı. Below aşağıdır. Yəni -30 dərəcədə bu insanlar yarışırlar, mücadilə aparırlar. İndi 30 görən tələbə təbii ki, nəyə götürür? Beyni. Amma uşaqlar bir baxın bu hissəsinə. Above nə deməkdir? Yuxarı. Sıfırdan yuxarı 30 nə deməkdir? Müsbət 30. Mən below dedim. B burada heç uyğun gəlməz. Məsələn, onlar ki, su qıtlığı ilə təcrübə, yəni ki, su qıtlığı ilə üzləşdilər. Bu da düz olmur. Məndə əsas məsələ havadır. Yəni ki, hava şəraitinə görə bu ən çətin yarışdır. Sonra günün ikinci yarısı, demək, second half of the day, gün ikinci yarısı olur.
Bunu da götürə bilmirik. Sonra qışın erkən vaxtlarında baş verir. Bunu da çıxıram. Ən yaxşısı D-ni götürməkdir. Unfavorable nə deməkdir? Xoşa gəlməz. Xoşa gəlməyən hava vəziyyəti buna icazə vermir, düzdür. Yəni mənfi 30 dərəcə zaten xoşa gəlməz hava şəraiti kimi hesab oluna bilər. 8. 8-ə deyir ki, uşaqlar, Van Derənə qalib olmağa nə kömək elədi? Nə kömək elədi? Bunu bəzilərimiz əzmkarlıq kimi götürürük. Amma mətnin axırında özü bunu mənə verib də səbəb olaraq nəyə kömək olduğunu. Baxın, deyir ki, yarışı qalib gəldi. Nəyin sayəsində? Thanks to sayəsində deməkdir. Tibbi müalicənin yan təsirləri, baxın, tibbi müalicənin yan təsirləri sayəsində o qalib gəlir. Yəni, bir neçə il əvvəl qəbul etdiyi, aldığı tibbi müalicənin yan təsirləri sayəsində. Deməli, onda 8-də mən nəyə götürürəm? B variantını. Unexpected results of her medical treatment. Unexpected results nə deməkdir? Tibbi, yəni daha doğrusu gözlənilməz nəticələr. Onu side effect-lə veriblər, digərdə olduğu kimi qalıb. Yəni, tibbi müalicənin gözlənilməyən nəticələri, yan təsirlərinə görə. 9. Supply sözünün mənası uşaqlar təchizat deməkdir. Deməli, insanlar üçün lazım olan əşyalar deməkdir belə. Məsələn, A variantında bu söz nə deməkdir? Kəsir, kifayət etməyən. Sufficient sözünün antonimidir. Deyir, gələcək istifadə üçün kifayət qədər olmayan əşyalar A səhvdir. B-də məhsulları almaq, istifadə etmək, B-də səhvdir. C-də yazıb konteynerdə içkiləri sərinləşdirmək, bu da səhvdir. Y-də də yazıb ki, əşyaların belə deyək də çətin əldə olunması. Bu da yanlışdır. D-ni götürmək olar. İnsanlar tərəfindən ehtiyac duyulan əşyalar, doğrudur. Ona baxaq. Deməli, onda uşaqlar cavabı olanları istəyir bizdən. Deyib, niyə görə bu yarış dünyada ən çətin yarış hesab olunur? Niyə görə ən çətin yarış hesab olunurdu? Səbəb odur ki, bayaq da baxdıq, mənfi 30 dərəcədə bunlar yarışırlar, elə deyil. Yəni, hava şəraiti bunu ən çətin yarış eləyir. Biri götürdüm. 2. Yarışda nə qədər qadın iştirak elədi? Bunu da götürürəm. Onu nəyə görə götürürük uşaqlar? Burada dozen ifadəsi var. Baxın, dozen runners. Dozen ingilis dilində 12 deməkdir. 3. Deyir ki, Van Derenlə yarışan qadın kim idi? Who were the women competing with Van Deren? Bəli, qadınlar kim idi? Bunun cavabı yoxdur, onların adını verməyib mənə. Bir də uşaqlar, 5-ci cavabı yoxdur. Su, belə deyək də, təchizatı ilə kim onları su ilə təmin eləyirdi bu qaçışçıları? Bu da ad verməyib bizə kim təmin eləyirdi. Bir də 4, doğru cavabımız da səhv eləmirəmsə. Van Deren finiş xəttinə nə vaxt keçir, nə vaxt çatır? Bax, buradadır. Cavab. Birinci mətni bitirdik, keçək ikinci mətnə uşaqlar. İkinci mətndə burada diqqətli olsaz, true olsa deyir ki, 20-ci ilə qədər, 1920-ci ilə qədər yalnız kişilər polis işçisi kimi çalışırdı. Bu doğru ola bilər. Baxın, elə buradadır. Until görə bilirsiniz, elə 20-ni yazıb. 1920-ci ilə qədər Londonda polislər, bütün polislər, all the police kişilər idi, doğrudur. Yəni, deməli 20-ci ilə qədər polis işçiləri ancaq kim olub? Kişilər olub. 11-1-i mən true kimi götürə bilirəm. 11-2, 500 il əvvəl London əhalisi daha çox outside nədir? Çöldə olmaq. Çöldə olmağa meyilli idi. Yəni, çöldə gəzməyə, eləməyə, belə. Amma əksinə uşaqlar, 500 il əvvəl, buradadır, haradasa, yuxarıda, fikir verin. About-dan sonra özdə rəqəm gələndə, about təxminən tərcümə olunur. Təxminən kimi. Deyir, təxminən 500 il əvvəl London, uşaqlar, deyir, getdikcə böyüyür. Bax, fikir verirsiniz. London böyüyür və burada başlayır oğruların sayı artmağa. Və buna görə də insanlar mümkün olduğu qədər nə edirdilər? Evlərində qalırdılar ki, bu oğurluğa məruz qalmasınlar. Ona görə də 11 neçə idi bu? 11-2. Ona görə bu false-dur. Yəni, çöldə yoxdur, evdə qalırdılar. Sonra 11-3. Deyir ki, küçəni qoruyan kişilər az pul qazanırdı. Bu da düzdür. Mətnin axırında verib bunu. Daha birinci abzasının sonunda verib.
Bax deyir ki, bəzi yaşlı belə deyək də insanlar, kişilər gecələr küçələri qoruyurdu və onlara çox ödənmirdi. They were not paid very much. Yəni çox ödənmirdi. İndi belə bir məsələ var uşaqlar. Əgər mən bunlara çox ödəmirəmsə, onda bunlar belə deyək də nə qədər ödənirdi? Az ödənirdi demək olar. Ona görə bu düzdür. Az pul qazanırdılar, true. 11.4. 11.4-də elə o yuxarıda göstərdim. London deyir ki, şəhər, urban nə deməkdir? City. Şəhər ərazilərini qorumaq üçün bir neçə yaşlı kişidən istifadə edirdi. Ona görə bu da truedur bizdə. Uşaqlar 12. Verilən cümlə 5-ci paraqraf hansı cümlə ilə başlaya bilər? 5-ci paraqrafa bir dənə gəlin baxaq burada. 5-də baxın. Burada boşluğu verib mənə və mən həmin o cümləni boşluğa yazmalıyım. Elə deyil. Bundan sonra gələn hissədə məna qrammatik cəhətdən deməli gələn cümlə ilə nə eləməlidir? Bir-birindən uyğunlaşmalıdır. Deyir, onlar əsasən müxtəlif cinayət faktlarının araşdırılmasına həsr olunmuşdu və onlarla mübarizə yollarına diqqətli olsanız. Və sonra gəlir ki, onun nəşr olunmuş jurnalları kömək elədi ki, cinayətlər haqqında daha çox bilək, kriminallar haqqında daha çox məlumat öyrənək, yəni ki, insanlar bilsin. Burada bir-ikidən nüans var uşaqlar. Onun deyirsə, mən bilmirəm axı kimin. Ən azından burada bir insan adı görməliyəm ki, bilim söhbət bu həmin adamdan gedir. Yəni məntiqən belə bir məsələ var. Fikirləşəndə ki, əgər mən burada əvəzlikdən istifadə eləmişəmsə, yiyəli əvəzliyindən və yaxud da nə bilim, şəxs əvəzliyi fərqi yoxdur. Deməli, əvvəldə həmin insan haqqında məlumat vermişəm. Verib sonra əvəz eləmişəm. Bu o deməkdir ki, əvvəldə mütləq bir şəxs adı olmalıdır. İndi qayıdıram bura, özdə kişi olmalıdır həmin şəxs. Çünki onu hizlə veriblər. 12-yə qaydanda uşaqlar bayazıb Londonlular, məsələn bu olmaz, xüsusi bir insan adı deyil. Sonra ödənişli vətəndaşlar, bunu da çıxırsınız. Bow Street Runners, yəni ki bu həmin o küçəni qoruyan adamlar qruplaşmanın adıdır, bu da gedir. Qalır doğru cavabımız ya A ya B. Fielding burada insan adıdır. Həmin o dediyim hizlə əvəz olunan şəxsin adıdır. Sadəcə məsələ nədir? A yox, B daha uyğundur bu uşaqlar. Çünki A-da deyir ki, Fielding xahiş elədi ki, insanlardan oğruları həbs etməyə kömək eləsin. Aydındır. Bu məna olaraq daha belə deyək də geridə qalır. B isə B-in tərcüməsinə baxın. Fielding deyir həmişə, also həmçinin deməkdir. Fieldingin həmçinin belə deyək də bu əl yazmaları insanlar arasında nəyə şey eləyirdi? Maariflənmə yaradırdı. Və davamında gəlir onlar. Onlar yəni nə? Onun əl yazmaları həsr olunmuşdu cinayətlərin araşdırılmasına. Ona görə B-ni götürmək olar. Spread yaymaq mənasında istifadə olunur. 13 hardadır uşaqlar? 13-ə baxaq. Baxın, deyir ki, ilk metropolitan polis yaradılanda, establishmentdə əsası qoyulanda. Görək nə baş verdi burada? Uşaqlar, burada bu hissədən başlayır bu. Baxın, 1839-cu ildə ilk metropolitan polis qüvvələri yaradılanda 3000 işçi var idi. Bir də ki, onların əksəriyyəti belə deyək də ayaqla, piyada çalışırdı. Lakin bəziləri at sürürdülər. Və 20-ci ilə qədər də polislər kişi olublar belə. İndi baxaq. Məsələn, A variantı düz olmaz. Kişi və qadınlar birlikdə işləməyə başladılar. Bunu mənə demir. Orada deyir 20-ci ilə qədər ancaq kişilərdir. Sonradan hər halda birlikdə başlayıblar. B məncə doğru cavab uşaqlar. Yazıb ki, əksər polis işçiləri ayaqla çalışırdılar. Bu düzdür. Yəni ki, piyada gedib gəlirdilər. B-ni götürmək olar. Küçələr kifayət qədər təhlükəsiz idi. Bunu deyə bilmərik. London deyir ki, 1700-ci ildə olduğu kimi böyük idi. Bunu da çıxırıq. Həmin orada elə bir informasiya yoxdur. Həmin metropolitan yaradılan hissədə, yəni ki, həmin abzasda. 7-də yazıb ki, polis işçiləri tamamilə yaxşı ödəniş alırdılar. Bu da yanlışdır. 14 uşaqlar, dedicate. Dedicate nə deməkdir? Həsr etmək. Amma elə pis mənada həsr eləmək deyil. Çox tələbə bunu
özünü öldürmək, nə bilim, dəridən qabıqdan çıxartmaq, məhv eləmək kimi hesab edir. Amma elə yox uşaqlar. Dedicate, yəni biri sizə yaxşılıq eləyir, siz ona təşəkkür eləmək üçün nəsə həsr eləyirsiniz. Yəni müsbət mənada həsr eləməkdir. Ona görə də burada doğru cavabımız baxın Y ola bilər. Deyir ki, nəyəsə diqqət belə deyək də göstərmək. Məsələn, insanlar qrupu yəni bir insanlar qrupu yaratmaq düz deyil. Kimdənsə nəyisə icazəsiz götürmək, bu oğurluqdur. Əmin olmaq ki, kimsə zədələnməyib, bu da səhvdir, düz gəlmir. Və xoşagəlməz bir şeyin qabağını almaq, dayandırmaq, bu prevent olar, avoid olar, bu belə, A da düz gəlməz bizə. Gələk 15-ə baxaq. Uşaqlar, 15-də deyir ki, hansı sualların cavabı var? İndi burada diqqətli oluram. Boasted Runners adı hardan gəlir? Hardan gəlirdi bizə bu ad? Həmin o insanların yaşadığı küçədən, baxın, daha doğrusu işlədiyi, diqqətli olaq, Boasted küçəsinin yanında çalışıblar. Və deyir, onlar bu adı xoşlamadılar. Amma niyə xoşlamadılar, onu demir. Biri götürdüyüm uşaqlar. 2. Hökumətin mükafat sistemi niyə çalışmadı? Niyə çalışmırdı mükafatlandırma sistemi, dostlar? Baxın, əslində bəzi tələbələr onu götürmürlər, amma mən sizə bir söz deyim. Bax, yazır ki, lakin sistem işləmədi. Lakin sistem didn't work. Və davamında yazır, çünki, uşaqlar, sən davamdakı bu cümləni tərcümə eləyə bilməzsiniz də. Əgər mənə çünki deyirsə, deməli bunun səbəbini verib mənə, elə deyil. Deyir ki, lakin sistem işləmədi. Çünki artıq səbəbi gəlir bunun. Amma tərcüməsi belədir. Bəzi insanlar deyir ki, belə deyək də, ki, gerçək oğurluq baş verilmişcəsinə bir situasiya yaradırdılar, hədiyyəni əldə eləmək üçün. Ona görə burada neçə idi? 2. 3. Fieldingin jurnalları insanlara necə kömək eləyirdi? Uşaqlar, təbii ki, müsbət mənada kömək eləyirdi. İnsanlarda, məsələn, maariflənmə yaradırdı, eyni zamanda cinayətlərin araşdırılmasında və s. Burada cümlə olaraq da səhv eləmirəmsə var. Baxaq. Görə bilirsiniz, insanlara kömək edirdi ki, kriminallar haqqında daha çox məlumatlar ala bilsinlər. Yəni, ona görə 3-ün də cavabı var demək olar. Yoxdur bir 4-ün, bir də 5-in uşaqlar. Niyə görə bəyənmədilər öz adlarını? Bunu qeyd elədik ki, cavabı yoxdur. Bir də 4-dən. Deyir ki, at sürən polislər nə qədər pul qazanırdı? At sürən polislər nə qədər qazanırdı? Bunun da cavabını bizə verməyib. Gəldik 16-ya, uşaqlar. 16 make-up story-dir, amma belə deyək də mənaya görə ardıcıl qurulmalı olan bir make-updır. Başlaya bilərik 6 ilə. Deyir ki, bir gün, belə deyək də, inspektor ingilis dili dərsinə gəlir. 6-dan sonra biz götürə bilərik 3. Deyir ki, bəzi tələbələrin nəyi var idi? Spelling, sözlərin spelling olunmasına bağlı bir problemi, çətinliyi var idi. 6, 3, sonra 1. Təbii ki, problemi deməliyəm də. Deyir, onlar xatırlamırdılar ki, hansı ilk gəlir, A yoxsa I. Deməli, 6, 3, 1, sonra desəm B də elə bizdə 4-ü götürək. Və deyir, nəhayət inspektor dedi ki, qulaq asın. Mən sizə həmişə özümün izlədiyim bir qaydanı deyəcəm. 4-ü götürdük. Sonra uşaqlar, gəl 2-ni götürək. 2, 2-dən sonra da gəlməlidir 5. 2-də nə deyir? Deyir ki, şagirdlər çox maraqla, belə deyək də, bununla maraqlandılar. Bir də 5-də nə deyir? Hətta müəllim də can atırdı ki, bu qaydanı öyrənsin və nəhayət 7-də nəyə göstərir? 7 də axırda inspektor qaydasını burada izah edir. Keçək 17-yə. Uşaqlar, 17-də deyir müsbət mənalı söz seçin. Baxın, immodest sözü təkəbbürlü deməkdir. Belə deyək, bir növ lovğa kimidir. Çünki modest söz nədir? Təvəzzökar, sadə, həyalı, bax belə. Immodest isə elə ədəbsiz, nə bilim, təkəbbürlü bu formada istifadə olunur. Sonra immoral da, elə demək olar ki, immodestdən eynidir. Təkəbbürlü, ədəbsiz, tərbiyəsiz bu kimi istifadə olunur. Impatient
səbirsizdir, impossible, qeyri-mümkündür. Görürsüz, A, D, Y və C bunlar biraz mənfi mənaya gedir. Amma immortal uşaqlar ölümsüz, əbədi, sonsuza qədər davam edən mənasını verir. Ona görə biz B-ni götürə bilirik. Baxaq 18-ə. Deyir, düzgün inkar cümləni seçin. Uşaqlar, birinci gəlin konkret səhvləri çıxaq. Biz bilirik ki, 2 dənə cümlədə, daha doğrusu bir cümlədə 2 inkar olmaz. Not, not. A-nı çıxırsan. Sonra neither və didn't 2 inkar bir cümlədə olmaz. Bir də bilirsiniz ki, to-dur, sonra also-dur və as well-dir. Bunlar inkar cümlədə verilə bilməz. Əgər səndən düzgün inkar cümlə seç deyirsə, sən həmin cümlədə to, also, as well görsən, düşünmədən at getsin. Yəni ki, onlar inkarda qətiyyən verilə bilmir. Və bir də uşaqlar, to olmasa düz götürə bilərdinizmi bu cümləni? Yenə də yox, götürə bilməzdiniz. Çünki mən sizə demişdim, not only but also cümləni nəyə çevirmir? İnkara çevirmir. Mənası nəinki hətta deməkdir. İndi gəldim A-la B ara, yox B ilə C arasında. Niyə görə? Doğru cavabım B-dir, C deyil. Uşaqlar, biz danışmışdıq. Əgər bizim cümləmiz never, sonra digər inkar ədatları hardly, rarely, barely. Baxın, never, hardly, rarely, barely, scarcely. Bu və no sooner da bura aiddir. Da onu yazmadım. Bu inkar ədatları ilə cümlə başlayırsa, baxın, yenə deyirəm, cümlə başlayırsa, yəni ki, never'nin cümlənin ortasında, hardly'nin cümlənin ortasında gəlməsinə aid deyil bu qayda. Cümlə başlayırsa, inkar ədatı ilə mənim cümləm başlayırsa, o cümlədə inversiya olmalıdır. İnversiya nədir? Sənin köməkçi feilinin qabağa keçməsi. Bir növ suala çevirmək kimi bir şey eləyirsən. Daha çox da bunu uşaqlar bitmiş zamanlarla verirlər. Bitmiş zamanda da have-dir, has-dir, bir də had-dir də. Onları atmalısan qabağa. Məsələn, B-də baxırsınız, have gəlib burada sənin mübtədandan öndə. Amma C-də o vəziyyət yoxdur. No sooner əvvəldədir deyə had gəlməlidir bundan əvvələ. Had my father sat down olmalıydı. C-də səhvdir, ona görə doğru cavabımız qalır. Bizdə B variantı. Baxaq 19-a uşaqlar. 19-da altından xətt çəkilən hissəyə sual verin. Sadəcə burada bir məsələ var. Tələbələrin çoxu cümlə indiki bitmişdə deyə istəyirlər ki, have-lə sual versinlər. Amma məsələ nədir uşaqlar? Biz dedik ki, today-dir, recently-dir, just-dir, already, bu kimi zaman zərflərinə when, what time-lə sual veririk. Və when-dən what time-lə sonra indiki bitmiş gəlmir deyə harada have-lər var, onları çıxırsan. Yenə də çıxdım, getdim. İndi məsələ nədir uşaqlar? Məsələ odur ki, mən indiki bitmiş götürə bilmirəmsə, variantlar mənə başqa bir yol buraxmır. Konkret nəyə qayıdıram? Keçmiş zamanı. Sadəcə məsələ nədir? Keçmişin adi formasına mı qayıtmaq, yəni sualı didlə mi verməliyəm, yoxsa sualı məhculda verib was-la, were-lə verməliyəm. Çox sadədir məsələ. Baxırsan cümlənə. Cümlə məhculdadırsa, was-la, were-ü götürürsən. Üstünü verirsən was-a, were-ə. Amma cümlə məhsul deyilsə, adi bildiyin indiki bitmiş zamandırsa, qayıdırsan adi keçmiş zamana. Məsələn, burada mən baxıram, nə yazıb? Have been invited. Bax, yenə deyirəm, sən artıq məhsulun strukturunu bilməlisən ki, have been invited. Have var, been var və invite-dəki V3-dür. Bu, indiki bitmişin nə idi? Məhculluqda elə deyil. Deməli, sən didlə sual verə bilməyəcəksən. Keçmişin məhculuna qayıtmalısan ki, tərcümə düz alınsın. Keçmişin də məhculu uşaqlar A, C, D üçündə də veriblər. Sadəcə qısa burada bir xırda səhvlər var. Məsələn, A-da and-lə cümləni bağlayıramsa, onun xəbəri was yox, were-lə olmalıdır. Mübtəda cəm kimi götürülür. D-də, C-də were been var. To be ilə been uşaqlar olmaz. To be been, üstə gəl been ifadəsi yoxdur. Ona görə doğru cavabınız qalır Dərbənd. 20-yə baxaq. 20-də də məsələ nədir? So, such, enough-ın qaydasıdır. Bunları siz bir dəfə də yazın. So-dan sonra uşaqlar nə gəlir? Sifət, zərf. Such-dan sonra isim və yaxud da nə gələ bilər? Sifət, isim. Uşaqlar, ümumiyyətlə bir şey yadda saxlayın. Nədənsə sonra isim gəlirsə, yadınızda qalsın. Ortada sifətin gəlməsi onu götürməmək anlamına gəlmir. Yəni, burada sifət gələ bilər. Əsas odur ki, sənin ismə nəyin olsun? Çıxışın olsun. Yəni, ismə çıxış varsa problem yoxdur. Götürə bilirsən. Problem onda olardı ki, saçdan sonra birbaşa nə qoyanda sifət qoysaydım. Amma
isim, sifət isim saçdan sonra istifadə olunur. İnafda vəziyyət necədir? İnafın qaydası belədir. Sifət və yaxud da zərf özü inafdan harda gəlməlidir? Əvvəldə gəlir. Amma isimsə yenə də inafdan sonra gəlməlidir. Üstəgəl isim. Və yaxud uşaqlar yenə nə gələ bilər? Sifət isim. Bir də sonun istisnası vardı. Mən sizə dərsdə demişdim. So'dan sonra nə vaxt isim görə bilərik? Sözü bu testdə deyil, amma mən qeyd edirəm. So'dan sonra ancaq ortada many, few, much, little gəlibsə, bu zaman many'dən, few'dan sonra cəm isim götürürsən, much, little'dan sonra da sayıla bilməyən. Yəni ki, saçı biz bunlarla verə bilmirik deyə, saç many, saç few, hətta saçmaça nə demişdik? Saçmalıqdır. Saçı bunlarla verə bilmirik deyə, avtomatik so'dan sonra istifadə edirsən. Yəni, yadında saxlayırsan ki, əgər so'dan sonra bu 4 dənə miqdar göstəricisini görsəm, özündən sonra isim götürə bilirəm. Bax, istisna məqamında belədir. Amma testimizdə belə deyil, uşaqlar. Gəlirəm testə baxıram ki, birinci tərəfdə isim var. Ora mən so yaza bilmərəm. Saç vermək olar. Amma uşaqlar, piece təkdədir, elə deyil. Deməli, qabağında article da olmalıdır. B-ni atıram buradan. Ya A-dır, ya D variantıdır. Beautiful da zərf olduğuna görə onu da saçla yaza bilmərəm. Zərfdə də biz bilirik ki, sifətlə zərfi nə ilə verirdik? So-la. Ona görə doğru cavabınız qalır A variantı. Məsələn, bəzi tələbələr deyir ki, müəllim, burada night var, isimdir də bu. Gəlin orada saç qoyaq da, beautiful that night. Uşaqlar, söhbət nədən gedir? Birincisi, sifət isim yanaşı gələndə araya bu zət falan girə bilməz. Bir də ki, beautiful night ifadəsi axı düz gəlmir, zərfdən sonra ismin gəlməsi, zərf ismə aid ola bilməz. Həm də yenə deyirəm, yəni ki, araya söz girməməlidir. Yəni, sifət isim nə eləməlidir? Yanaşı gəlməlidir ki, saç götürə biləsən. Yoxsa araya 1000 dənə söz girsin, hə, cümlənin, tutaq ki, sifət ortasındadır, isim cümlənin axırındadır. Ona görə götürüm, saç yazım ora. Elə şey olmaz axı. Mənə lazımdır ki, sifətlə isim nə eləsin, yanaşı gəlsin. Belə, dostlar, sağ olun, salamat qalın, növbət dərslərdə görüşərik.